Salam, hər vaxtınız xeyir olsun əziz müdavimlər. Əgər sən də feilin qrammatik məna növlərini qarışdırırsansa, o zaman bu video elə sənin üçündür. Deməli, ilk öncə keçirik feilin qrammatik məna növlərində subyekt və obyekt anlayışına. Çünki siz öncə subyektin və obyektin nə demək olduğunu bilməlisiniz. Deməli, biz bilirik ki, subyekt hərəkəti izah edir, daha doğrusu hərəkəti icra edir. Hərəkət subyekt tərəfindən görülür. Bəs nəyin üzərində görülür hərəkət? Obyektin üzərində görülür. Məsələn, deyirik ki, mən kitab oxudum. Bu zaman mən hərəkəti icra edən olduğuma görə subyekt sayılıram. Hərəkəti kitabın üzərində icra elədiyimə görə, yəni oxumağı kitabın üzərində icra elədiyimə görə kitab isə bu zaman burada obyekt sayılır. Bu məsələni aydınlaşdırdıqdan sonra keçirik feilin qrammatik məna növlərinə. Əsasən qarışdırdığınız yerləri bu videoda izah edəcəm. Birinci növbədə məlum növ. Məlum növdə bəli, məsələn, məktəbdən bəri öyrənirsiniz ki, məktəb dərslərində də məlum növdə subyekt, obyekt, hərəkət və s. hər bir şey məlumdur. Lakin biz məlum növü məhsulla və digər məna növlərlə qarışdırırıq. Qarışdırmamaq üçün subyekt və obyektdən başqa yenə iki anlayışı öyrənməlisiniz. Təsirli feil anlayışı və təsirsiz feil anlayışı. Təsirli və təsirsiz feillər nədir? Niyə adı təsirli, təsirsizdir? Çünki bunlar təsirli halın sualına, təsirli halın nəyi sualına cavab verən feillər təsirli feillərdir. Cavab verə bilməyən feillər isə nəyi sualına cavab verə bilməyən feillər təsirsiz feillərdir. Məsələn, deyirəm, oxu, nəyi, yaz, nəyi, təsirli halın sualına, yəni nəyi sualına cavab verdilər. Ona görə də bunlar təsirli feillərdir. Lakin desəm ki, məsələn, yat, nəyi deyə bilmərəm, yat nəyi, çox mənasız alınır, öl, nəyi deyə bilmərəm, dur, nəyi deyə bilmərəm. Bunlar təsirsiz feillərdir. Bunu aydınlaşdırdıqdan sonra indi məlum növü keçə bilərik. Əgər təsirsiz feillərin üzərinə bu şəkillər gəldisə, hansılar? Il, il, ul, ül, lı, ın, in, un, ün, nı, dır, dir, dur, dür və t. Şəkilləri gəldisə, bunlar artıq məlum növ sayılacaqlar. Birinci növbədə budur. İkinci, bütün sadə feillər hamısı məlum növdədir. Bütün sadə feillər hamısı məlum növdədirlər. Və üçüncü, adlardan yaranan feillər hamısı məlum növdədirlər. Digər videolarda siz sözün hansı nitq hissəsindən yaranmasını tapa bilərsiniz. İzah eləmişəm, adlardan yaranan nə deməkdir. Ümumiyyətlə, adlar dedikdə feildən başqa yerdə qalan əsas nitq hissələri nəzərdə tutulur. Adlardan yaranan feillər nəzərdə tutuldu. Bu gördükləriniz məlum növdədir. Məsələn, təsirsiz feilə aid, məsələn, birinci yazdığım bütün sadə feillər zaten məlumdur sizə. Adlardan yarananlar da, məsələn, qocalmaq sözü, nümunə göstərim mən sizə bir, üçüncüyə aid. Qocalmaq sözündə sözün kökü qoca sözüdür. L, leksik şəkilçi, maq, qrammatik. Sözün ümumiyyətlə hansı nitq hissəsindən yaranmasını tapmaq üçün sözdən sonuncu leksik şəkilçini silirsiniz. Yerdə qalan hissə hansı nitq hissəsidirsə, söz həmin nitq hissəsindən yaranmış sayılır. İndi l-nı sildik, sonuncu leksik şəkilçini, yerdə qoca sifəti qaldı. Demək ki, qocalmaq feili qoca sifətindən yaranır, yəni addan yaranmış bir feildir. Ona görə siz qocalmağa qayıdış, məhsul və s. götürə bilmərsiniz. Yəni, buradakı l şəkilçini görüb o şəkildə götürə bilmərsiniz. Artıq bu məlum növdə sayılacaq. Növbəti təsirsiz feilin üzərinə ıl, ın və ya dır gələk. Məsələn, deyək ki, ıla aid nə deyə bilərik? Uşaq hamını güldürdü. Bu feilə diqqətli baxaq. Sözün kökü gül. Görək bu təsirlidir, təsirsizdir. İlk öncə siz buna baxmalısınız. Gül nəyi sualına cavab vermir. Nə etməkdir? Yəni, təsirsiz feildir. Təsirsiz feilin üzərinə gəlib dür şəkilcisi. Burada dür şəkilci demək ki, artıq bu icbar növ yox, məlum növ sayılacaq. Dür də qrammatik şəkilçi. Artıq bu məlum növdür. Bu birinci
Qaydaya aid nümunə ikinci də sizə məlumdur, düşünürəm ki. Bu oldu məlum növ. Növbəti keçirik məhsul növdə. Məhsul növ adından göründüyü kimi subyekt məhsuldur. Subyekt bizə məlum deyil. Həmçinin əslində yəni böyük bir qaydanı öyrənməyə ehtiyac yoxdur. Siz əslində bu dediyim qaydaları öyrənsəniz məncə sizə kifayətdir. Bunları anlayacaqsınız. Məhsul növdə düstur necədir? Təsirli feilin üzərinə gələcəksiz təsirlinin üzərinə əgər ıl, il, ul, ül və ya ın, in, un, ün şəkilləri gəlibsə, bu sayılacaq məhsul növdə. İndi siz deyə bilərsiniz ki, bəs bu şəkillər sadəcə olaraq məhsulun deyil, axı digərlərinin də şəkilləridir. Haqlısınız. Bəs necə fərqləndirək? Dediyimiz kimi məhsul növdə subyekt məlum deyil. Məsələn, deyək ki, otaq təmizləndi. Otaq təmizləndi dedikdə təmiz sözün köküdür. Təmizlə leksik, təmizlən leksikdir, qrammatik. İndi baxaq burada otaq təmizləndi kim tərəfindən? Otaq özü obyektdir. Təmizlənən çünki otaqdır. Hərəkət onun üzərində icra olunub, amma subyekt yoxdur. Subyekt bizə məlum deyil. Bunu aydınlaşdırdıqdan sonra keçək feilə. Feildə n şəkilçisi, yəni bu məhsulun şəkilçisi təmizlə. Nəyi təmizlə? Təsirli feilin üzərinə gəlib buradakı n-nı, ının ixtisarına gəlib. Artıq subyekt məlum deyil. Həmçinin təsirli feilin üzərinə n gəlib. Artıq bu bizim üçün bu təmizləndi feilinin məhsul növə aid olmasına kifayət edir. Daha sonra və ya məsələn deyə bilərsiniz ki, qapı açıldı. Qapı açıldı dedikdə deyirik indi baxaq ıl şəkilçisi aç nəyi təsirli feilin üzərinə gəldi. ıl şəkilçisini məhsulun d da qrammatikdir. Təsirlinin üzərinə gəldik ıl şəkilçisini. Qapı açılıb amma kim tərəfindən məlum deyil, subyekt bizə məlum deyil. Artıq qapı açıldı da qapı sayılacaq deməli məhsul növdə. Açıldı məhsul növdə sayılacaq. Düşünürəm ki, məhsul növ haqqında da bir sualınız qalmadı. Düstur bu şəkildədir. Keçirik indi qayıdış növə. Qayıdış növdə yenə eyni düstur əslində təkrardan yazmağa ehtiyac yoxdur. Eyni düstur qayıdış növ üçün də keçərlidir. İndi necə fərqləndirəcək deyəcəm sizə. Yenə təsirli feilin üzərinə bu şəkilçiləri gəlməklə qayıdış növü də yarada bilərsiniz. Buradakı əsas fərq subyekt məsələsidir. Məhsul növdə subyekt olmadığı halda qayıdış növdə subyekt var. Yəni hərəkəti icra edən sizə məlumdur. Çünki qayıdış növdə subyekt həm də obyektdir. Yəni subyekt hərəkəti öz üzərində icra edir. Həm icra edəndir, həm də hərəkət üzərində icra olunandır. Məsələn, deyək ki, buna aid məsələn deyək ki, qız bəzəndi və darandı desək daha yaxşı olar. Qız darandı dedikdə burada dara sözün köküdür. Nəyi dara? Nəyi sualına cavab verir, təsirli feildir. Üzərindən n gəldi, leksik şəkilçi həmin buradakı n və d qrammatik. Deməli, təsirli feilin üzərinə gəldik n. İndi keçək, burada subyekt lazımdır bizə əsasən. Darayan məlumdur. Qız subyektdir. Qız darandı dedikdə qızın saçını kiminsə daradığı verilməyib cümlədə. Qız darandı, qız öz saçını özü darayıb. Düzdürmü? Öz saçını özü darayıb və həmçinin də hərəkəti öz üzərində icra elədiyinə görə qız burada həm subyekt, həm obyektdir. Yəni bizə lazımdır ki, burada subyekt iştirak etsin. İştirak edibdir ya, burada artıq darandı sözü qayıdış növdə sayılacaq. Və ya məsələn deyə bilərsiniz ki, başqa bir nümunə hava təbiətə aid olanlar da əslində qayıdış növdə olur. Məsələn deyək ki, gül açıldı.
Hətta belə bir şey var ki, bəzi feillər həm qayıdış, həm məhsulda işlənə bilir. Burada yəni sizə mütləq subyekt, obyekt məsələsi lazımdır. Yəni bayaqçı bilmirəm açıldı sözünü yazmışdım. Hə, qapı açıldı yazmışdıq, sildim amma. Qapı açıldı da kimin qapını açdığı məlum deyildi. Düstur eyni olduğuna görə yenə at nəyi, ıl leksik, d qrammatik təsirinin üzərinə gəlib bunları təkrardan deməyəcəm. Gül açıldı. Gülü kimsə tutub açmayıb ki. Gül özü-özünə açılıb da, düzdür? Kimsə tərəfindən açılmayıb. Özü açılıb, həmçinin də hərəkəti öz üzərində icra elədiyinə görə gül açıldı, hava açıldı, duman çəkildi tipli təbiət hadisələrində bunlar qayıdış növdə sayılacaqlar. Çünki kimsə tərəfindən görülmürlər. Məsələn, duman çəkildi də dumanı kimsə tutub çəkmir. Bu ona görə onlar qayıdış növdə sayılır. Amma məsələn desəz ki, ip çəkildi, ipi kimsə çəkə bilər. Yəni hər hansı bir insan tərəfindən, amma məlum deyil. Bu artıq sayılacaq məhsul növdə. Və bəziləri var ki, düzdür, hər ikisi ıl və ın şəkillərlə düzələ bilər, lakin bəziləri var ki, fərqli olur. Yəni ıl artırırıqsa məhsul olur, ın görürüksə qayıdış olur. Bu nə deməkdir? Məsələn, deyirik ki, məsələn, nə deyə bilərik? Tələbə deyindi. Bir də söz deyildi. Yəni, demək feili bunlara aiddir. Həmçinin geyinmək sözü də bunlara aiddir. Hətta döymək sözü də aiddir. Deməli, tələbə deyindi dedikdə. Baxın, tələbə özü deyinib. Demək sözün köküdür. De, nəyi, təsirlinin üzərinə in gəldik. Deyi burada biçdirci rolunu oynayır. Deməli, tələbə deyindi dedikdə tələbə özü deyinib. Hərəkəti özü icra elədiyinə görə artıq tələbə burada sayılır. Daha doğrusu həm subyektdir, həm obyektdir. Özü çünki icra eləyib hərəkəti öz üzərində qayıdış növdədir. Lakin söz deyildi, söz kimsə tərəfindən deyilib. Söz kimsə tərəfindən deyildiyinə görə buradakı il görürük, bu məhsuldur. İkisi də eyni sözə artırılıb. Lakin in gördüksə, deməkdir, döyməkdir. Bu sözlərdə yadınızda saxlayın bu sözləri. In gördüksə qayıdışdır. İl gördüsə, yəni ıl, il, ul, ül gördüsə məhsuldur. Düşünürəm ki, buradan da artıq bir sualınız yoxdur. Növbəti şəxsiz növ. Şəxsiz növün bunlardan fərqi nədir? Şəxsiz növdə mübtəda olmur. Yəni, məhsuldan, qayıdışdan fərqi odur ki, məhsul və qayıdışda subyekt olsa da, olmasa da hər ikisində mübtəda var idi. Məhsulda da mübtəda var idi. Məsələn, qapı açıldı, açıldı nə? Gül açıldı, gördüyünüz kimi burada da mübtəda var. Nə açıldı? Gül. Burada da mübtəda var. Hər ikisində mübtəda var. Amma şəxssiz növdə mübtəda olmur. Həmçinin toxunulmaq, məhəl qoyulmaq, deyilmək, imkan verilmək, xidmət edilmək tipli sözlər hamısı şəxssiz növdə olur. Yəni şəxssiz növ əsasən rəsmi işgüzar üslubda istifadə olunur. Yəni rəsmi sənədlərin dilində və sair istifadə olunur. Geniş şəkildə bir istifadə dairəsi yoxdur. Onun istifadə yeri məhduddur. Amma siz üçün əsas məsələ budur ki, həmin bu şəkilçilərlə yenə düzəlir, lakin mübtədası olmur. Məsələn, deyirik ki, iclasda bu məsələlərə toxunuldu. Toxunuldu olur xəbər, nəyə, məsələlərə olur tamamlıq, hansı məsələlərə bu olur təyin, iclasda harda olur zərflik. Yəni mübtəda yoxdur. Şəxssiz növ olan feillərdə mübtəda olmur. Yəni hərəkətin kim tərəfindən icra olunduğu bilinmir. Məhsulda da bilinmirdi. Lakin burada bilmirik və təsəvvür də eləyə bilmirik. Həmçinin ona görə də burada mübtəda olmur və mübtədanı təsəvvür etmək də mümkün olmur. Deməli fərqləri nə oldu? Məhsulda subyekt olmadı. Lakin obyekt var, yəni mübtəda var. Qayıdışda subyekt də var, obyekt də var, mübtəda da var. Şəxssizdə isə obyekt var. Lakin mübtəda yoxdur, subyekt də yoxdur, təsəvvür də edə bilmirik, bilinmir. Və məlum növü də ən başda dedik, yəqin ki, artıq bu video vasitəsilə probleminizi həll etmiş olarsınız. Uğurlar.